qeyd eləyək ki, Meriçlə Şamoya da göz dəyməsin və bunu burada bir yerdə asarıq. Bizim deyək ki, burada gözəl ifaçılarımıza da göz dəyməsin, onlar da hər zaman. Və bizim növbəti qonaqlarımız gəlməlidir. Vaxta az qalıb, vaxtımız az qalıb, amma qonaqlarımız çoxdur. Onlar və mən nə qədər hədiyyə yığmışam, ay Allah, nə gözəl. Və növbəti qonaqlarımız isə kimdən başlayım? Bizim əziyyətimizi çəkən texniklərimiz var. Elə deyək ki, texniki departamentin rəhbəri başda olmaqla bütün həmin insanlara da, əziyyəti çəkənlərə də minnətdarlığımızı bildiririk. Texniki işçilərimiz də var. Məsələn, qeyd eləyək ki, Məqsud var, Allahverdi müəllim var ki, onlar da hər zaman bizim texniki işlərdə əziyyətimizi çəkənlərdən biridir. Amma bütün bunlarla bərabər bizim qeyd edək ki, çox yaxşı bir insan var ki, bu çox yaxşı insan. Çox yaxşı insan kimdir? Hamı yaxşıdır əslində baxanda. Bu insan isə hamının sevimlisidir. Raiq Əliyevi studiyaya dəvət eləyək. Gəlsin. Raiq, buyur. Raiq, ondan uzunu yox idi. Bunu Orxanın istəyi ilə gəlib çıxıb bura. Orxanın istəyi ilə gəlib çıxıb bura. Burada, indi Orxan da gətirdi özü ilə. Burada fərqlilik yaratmaq istəyirdi ki, digər fişəng yandırmadan daha fərqli fişəngimiz. Sırf İsmail'dan da açıq, hə? Sizin təqdimatınız biraz uzun çəkdiyinə görə bu nə qədər yanınızda qutarmayacaq. Deyək ki, bizim bu günləri, düzdür, bayramlar bayrama qarşı dedik. Amma bu xanım üçün bu bayram daha xüsusidir. Çünki onun bütün bunlarla bərabər onun da doğum günüdür. Və ya da dedik ki, 7 buluq yaşına çatıb. Nəzrini dəvət eləmək istəyirəm. Nəzrin gəlsin studiyaya. Gəl Nəzrin, xoş gəlmişsən. Buyur. Keç səni də yer ayıraq orada. Və ardınca isə bizim iki əməkdaşımız, iki çox sevilən aparıcı. Bu günlər bir Cənub səhərinin aparıcısı Orxan Cahangir, eləcə də kokteyl verilişinin kinoşok proqramının aparıcısı olan Elvin Canturanı da studiyaya dəvət edirəm. Hər ikisini xoş gəlsin, buyursun. Hoş gəlmişsiniz, xoş gəlmişsiniz. Hə, mikrofon istəyən varsa buyursun, başlayaq artıq təbriklərə. Raiq, buyur səndən başlayaq. Təbrikləri, lazım olan təbrikləri ki, bu günlə bağlı olan təbrikləri hər kəs deyir. Mən o təbrikləri eləmək istəmirəm. Təbii ki, hər kəs bir-birini görür, SMS yazır, rəng vurur. Yeni iliniz mübarək, nə bilim, təbriklər. Onlar öz yerində. Bu günün özəlliyi mən üçün daha da fərqliliyi televiziyanın 4 yaşının olmasıdır. Çünki 4 il bundan qabaqki tarixə qədər hər kəs bugünkü günü yeni il kimi qeyd eləyirsə və bu cür ateşpəşanlığa hazırlaşırdısa, onlardan fərqli olaraq 4 il bundan qabaq biz yeni ilimizi televiziyanın içində keçirmişik. Gecə saat 12-ni valideynlərdən uzaq işçilərlə keçirmişik, texniki avadanlıqlarla bir yerdə olmuşuq. Amma və həmin günün 4-cü il idi bu və artıq 4 ildir biz bu komandanın içində çalışırıq, xidmət edirik. Təbii ki, mən də ilk növbədə bizim əməkdaşların, günün çox hissəsini burada keçirən əməkdaşların bu əziz gününü, 4 yaşını təbrik edirəm və eləcə də bütün yaxınlarımı, əzizlərimi yeni il münasibəti ilə təbrik edirəm. Bütün nə arzularınız qalıbsa 2012-də mütləq için olacaq. Sənin hədiyyə istəmirəm, çünki özün ilə hədiyyəsən, amma ki, proqram zarafat edirəm təbii ki, amma axırda bizim üçün oynayacaqsan. Yaxşı. Hə, oynayacaqsan və nəzrindən... Ay, doğrudan sən oynaya bilmirsən axı. Hə, oynaya bilir, deyir, oynaya bilirəm. Hə, nəzir, bəlkə səni sona saxlayaq. Hə, odur ki, Elvinə eşidə. Elvin, sənin bayram təbriklərini almaq bizim üçün maraqlı olardı, buyur. Orxan, sən haradasan, İki mikrofonla da danışa bilərəm. Nəsə eləmək istəyir Orxan? Günü təbrik eləyirəm. Bax, bu gözəl verilişin artıq bugün demək olar ki, mövsümü bağlayır da, belə deyək. Gün çox uğurlu proyekt oldu. Düzdür, bunu hamı deyir. Bir də bayaqdan hamının dediyi bir şey vardı. Nə qədər pis şeylər var, hamısı qalsın 2011-də. Qardaş, 2011 deyildi, bir il yaşadınız. Yəni, 2012-ni qarşılarıq deyə 2011-ə hörmətsizlik eləməyək. Bu bir təklifim. Yəni 2012-də gəlir, xoş gəlir və 2012-yə də sözüm odur ki, mən 100% bilirəm inciləri izləyir. Yəni gəlirsən 2011-ə bax, örnək götür, o necə gəldisə, sən də eləcə gəl, sakitcə. Elvin 2011-ci il qohum zat deyirsən. Yox, yəni qohumluğu çatır. Müəyyən qədər münasibətlərimiz var, sonra danışarıq bax. Ciddi münasibət yoxsa? Qolundakı qolbağınız superdir. Bəlkə mənə hədiyyə eləyəsən onu. Hədiyyə gətirmirsən? Hədiyyə gətirməmişəm. Əslində mən fikirləşirəm ki, elə mənim burada olmağım incilə
Gözəl proyekti üçün böyük bir hədiyyədir. Yəni. Təvəzzökarlıq. Orxan, sən özün də pis deyilsən, ha, gözəlsən, papağınla bir yerdə. Nəzdini sona saxlamışıq. Amma hədiyyə olacaq da, ay gün biz danışmışıq axı, indi deməyim, açıqlamayım. Bəli, bir sürprizimiz olacaq. Deyim, mən tortu gözləyirəm, dedilər tort olacaq. Aha. Mən tortu gözləyirəm, hə, bu da mənim çılçılarımın Tort da olacaq, toy da olacaq, nə istəyən olacaq? Mən tortu gözləyirəm, tortda sözümü deyəcəm. Aha. Olar ki, mən bu ərəfədə, bizim burada danışdığımız ərəfədə, Nəzrin, özü sənin də bugün doğum günündür. Düzdür, biz dünəndən Nəzrinin doğum gününü keçirdik. Mesela dünəndən bayram əfəriyyəsi yaşayırıq. Amma bütün bunlarla bərabər, gəl Alov Şünyat evinin nümayəndəsini bura dəvət eləyək. O, özünün çox ləziz tortuyla gəlsin bura. Sonra digər əməkdaşlarımızla gələcək və bəli, Nəzrin, istəyirəm ki, tort gələ-gələ sən öz ürək sözlərini deyəsən. Alov Şünyat evinin nümayəndəsi gələ-gələ. Buyur, fikirlərini çatdır. Hər kəsi yeni il münasibətli təbrik edirəm. Həmrəylik münasibətli təbrik edirəm. Bizim şirkətimizin bütün işçilərini təbrik edirəm. 4 il münasibətli və sonunda da özümü təbrik edirəm. Və ən əsası çoxdandır ki, Nəzrin böyümək istəyirdi. Amma bu böyümək üçün yaşı gözləmək lazım deyil. Ailə, sən yavaş-yavaş artıq televiziyada çalışa-çalışa daxilən böyüyürsənsə, elə bu yaşın o qədər də əhəmiyyəti yoxdur. O qədər 30 yaşında insanlar var ki, özünü 15 yaşında istəyir, və yaxud da ki, tam əksinə. Və inşallah ki, tez bir zamanda böyüyüb, televiziyamıza layiqli, daha da layiqli bir xanım olacaqsan. Və təşəkkür edirəm. İstərdim ki, bizim Alov Şünyat evinin nümayəndəsini də bayram təbriklərini alaq. Xoş gəlmisiniz deyirəm. Sağ olun, Gül xanım. Mən də Dünya Azərbaycanın Həmrəylik günü münasibəti ilə və qarşıdan gələn yeni il münasibəti ilə bütün Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Həmçinin Cənub televiziyasının 4 illik münasibəti ilə təbrik edirəm. Yəni bu 4 il deyil, 400 il arzulayıram bu Cənub televiziyasına. Və bu tortu da mən Alov Şünyat evi adından sizə hədiyyə edirəm. Çox sağ olun. Hədiyyəniz bizim üçün çox dəyərlidir. Belə deyək ki, dadlı yeyib, dadlı konuşacaq da, dadlı söhbətlər eləyəcək. Minnətdarlığımızı bildiririk. Alov Şünyat evi yerləşir Qalaq Yaban 17 ünvanında 550-13-13 070 665 42 42 sayı telefon nömrələri həmin ünvanın nömrələri. Minnətdarlığımızı bildiririk. Bayramımız mübarək. Bütün Alov Şünyat evinin nümayəndələrini dəvət edirəm. Daha doğrusu təbrik edirəm. Dəhşət bir şeydir bu. Danışa bilmirəm mən. Xəbəriniz var. Mən də bu günləri dedik 18 yaşı tamam olur. Ən başlıcası 18 yaş yaxşı xarici pasport alacaq və xarici pasportdan xarici dövlətlərə gedib Cənub televiziyası üçün gözəl verilişlər hazırlasın. Amin inşallah, amin inşallah. Adi xanım bir söz də deyim. Tort da gəlib, mən bu sözü deməliyəm. İnşallah siz də deyəcəksiniz. Burada Şahin Məmmədovun da ad günüdür. Bəli, bəli. Hamımızın sevdiyi gözəl Düz insan. o işlərlə əlaqəli bizimlə burada buluna bilmədi, yəni burada ola bilmədi, amma yəqin ki, ürəyi bizimlədir. Onun da ad gününü təbrik edirəm. Ümumiyyətlə bizim deyək ki, bizim mühafizə xidmətindən tutmuş o qədər əziyyət çəkən insanlarımız var. Deyək ki, hər hansı bir Ələsgərdir, Elşəndir, Tapdıqdır, Vüsaldır. Onların hər birinə sonra ardıca bir şey qeyd edeyim ki, Bəhruzumuz var. O da bizim səs rejissorlarımızdan biridir ki, o da bizim əziyyətimizi çəkənlərdən biridir. İlkindir, Fahirdir, Title Box'da olanlardır ki, onlar da bizim əziyyətimizi çox çəkirlər. Onlar burada buluna bilmədilər. Mirbağırın da deyəsən ad günü. Mirbağırın sabah ad günüdür. Yəni bugün təbrik eləyək onu. Hə, bugündən təbrik edirik. Sonra bizim deyək ki, sürücülərimiz də var ki, onlar çox əziyyət çəkirlər. Bizi harası getmək lazım olursa zəng edirik və istənilən bir yerə bizi aparmağa doğrudan da çox böyük səy göstərirlər. Və qeyd eləyək ki, onun üçün təşəkkürlərimi bildirmək istəyirəm Hikmətə, Elnura, bizim xanışımız da var, yəni Xan Əhmədimiz də var. Ona da təşəkkürlərimizi bildiririk. Rəşad bəyə təşəkkürlərimizi bildiririk. Bizim xadiməçilərimiz var. Bizim studiyamızı hər zaman gözəl sərgiyə salırlar. Bizim aşpaz xalamız var, Anya xalaya. Buradan təşəkkürlərimizi bildiririk. Bayramın mübarək olsun deyirik. Verişimizin sonuna artıq yekunlaşırıq. Mən istəyirəm ki, təşəkkürlərimizi bildirim. Siz tamaşaçılara bu ili bizimlə oldunuz. Düzdür, 3 ay sizinlə, 3-4 ayda sizinlə bərabərik. Amma bu bərabərlik o qədər bizə xoş təsir bağışlayıb ki, inşallah uğurlarımızın davamı olar. İmkan verərsən, mən də bir kəlmə söz deyim. Hər kəs burada yığışmışıq. Məqsəd var, səbəb var. Səbəb tortdur. Çox sağ ol. Orxan, çox sağ ol. Tort qusaracaq, amma bizim münasibətlərimiz, dostluğumuz qusarmayacaq. Necə olacaq onda? Getdi. Və bir şey deyək ki, biz artıq verişimizin sonlarına yaxın olduğumuza görə bütün kollektivimizi, bayaqdan bizimlə olan, görünən, görünməyən simaların hər birini studiyaya dəvət edib, bu gözəl tortu kəsib, bu ili belə gözəlcə sizlərlə bərabər yekunlaşdıracaq. Hər birinizə təşəkkürlər. Ad günü mahnısı. Zəhmət olmasa. Gəlin, gəlin, xanımları daha icazə verək. İlk baharım ilk yazım